dinləyicilər, əziz müəllimlər, dəyərli valideynlər və sevimli məktəb yoldaşlarım. Bugünkü verilişimizdə biz insan sağlamlığı və həyat keyfiyyətinə birbaşa təsir edən, lakin diqqətdən kənarda qalan vacib bir mövzuya, yuxu və onun əhəmiyyətinə nəzər yetirəcəyik. Mən İlknur Ağazadə 6B sinif şagirdi olaraq Gələcəyin İşığı FM radyosunun efirində sizə Dünya Yuxu Günü münasibəti ilə yuxunun fizioloji, psixoloji və sosial aspektlərini, onun sağlamlıq üçün vacibliyini, yuxu rejiminin pozulmasının yaratdığı riskləri və həmçinin yuxu elminin müasir tədqiqat nəticələrini təqdim edəcəyəm. Dünya Yuxu Günü hər il 17 mart tarixində qeyd olunur və bugün əsas məqsədi cəmiyyəti yuxunun həyatı, əhəmiyyəti barədə məlumatlandırmaq, sağlam yuxu vərdişlərinin təşviqinə diqqət çəkməkdir. Elmi tədqiqatlar göstərir ki, yetərli və keyfiyyətli yuxu immun sisteminin güclənməsində, yaddaşı möhkəmlənməsində, emosional sabitliyin qorunmasında və ürək-damar sağlamlığının qorunmasında vacib rol oynayır. Uşaqlar və yeniyetmələr üçün yuxu xüsusilə önəmlidir. Onların beyin inkişafı, konsentrasiya qabiliyyəti, öyrənmə prosesi və sosial tənzimləmə funksiyaları yalnız kifayət qədər keyfiyyətli yuxu zamanı optimal şəkildə formalaşır. Statistik məlumatlara əsasən 12-18 yaş qrupunda yetərsiz yuxu nəticəsində diqqət və öyrənmə qabiliyyətində əhəmiyyətli azalma müşahidə olunur. Bu isə məktəbdə akademik göstəricilərin və sosial bacarıqların zəifləməsinə səbəb olur. Yuxunun fizioloji mexanizmlərinə toxunmaq lazımdır. Yuxu dövrləri, REM sürətli göz hərəkətləri və NREM sürətsiz göz hərəkətləri olaraq iki əsas fazadan ibarətdir. REM yuxusu beynin informasiyanı işlədiyi və yaddaşın möhkəmləndiyi mərhələdir. NREM yuxusu isə bədən toxumalarının bərpası və enerji balansının tənzimləməsində əsas rol oynayır. Gündəlik yetərsiz yuxu hormon balansının pozulmasına, metabolik xəstəliklərin riskinin artmasına, diqqət və reaksiya müddətinin uzanmasına gətirib çıxara bilər. Beynəlxalq araşdırmalara görə dünya üzrə hər 5 insandan biri yetərincə keyfiyyətli yuxu ala bilmir. Bu tendensiya xüsusilə uşaqlar və yeniyetmələr arasında narahatlıq doğurur. Məktəblərdə dərs saatlarının erkən başlaması, ekranlardan istifadə və fiziki aktivliyin azlığı yuxu rejiminin pozulmasına səbəb olan əsas faktorlar hesab olunur. Yuxu yalnız sağlamlıq üçün deyil, həm də məhsuldarlıq və kreativlik baxımından önəmlidir. Araşdırmalar göstərir ki, yuxu rejimi nizama salınmış şəxslərdə öyrənmə qabiliyyəti və problem həll etmə bacarığı daha yüksək olur. Həmçinin yuxunun keyfiyyəti ilə emosional intellekt və sosial davranış arasında birbaşa əlaqə mövcuddur. Bu isə uşaqların və yeniyetmələrin təhsil və sosial inkişafında mühüm rol oynayır. Əziz məktəb yoldaşlarım, yuxu elminin müasir tədqiqatları göstərir ki, gündə 8-10 saat keyfiyyətli yuxu məktəbyaşı uşaqlar üçün optimal hesab olunur. Yuxu gigiyenasına riayət etmək, yəni müntəzəm yuxu rejimi ekran vaxtının məhdudlaşdırılması, sakit və qaranlıq mühitdə yatmaq, həmçinin fiziki fəaliyyətin artırılması, yuxunun keyfiyyətini artıran əsas faktorlar arasında yer alır. Yuxunun psixoloji əhəmiyyətinə toxunmaq vacibdir. Keyfiyyətli yuxu emosional sabitliyin qorunmasına, stressin idarə olunmasına, depressiv və anksiyetə riskinin azalmasına səbəb olur. Psixoloji sağlamlıq və akademik uğur arasında birbaşa əlaqə mövcuddur. Buna görə də uşaqların və yeniyetmələrin sağlam yuxu rejiminə malik olması önəmlidir. Dünya Yuxu Günü həm də valideynlər, müəllimlər və cəmiyyət üçün çağırışdır ki, uşaqların yuxu ehtiyacına diqqət edirsinlər. Məktəbdə düzgün dərs cədvəli, evdə sakin mühit və balanslı həyat tərzi uşaqların yuxu keyfiyyətini təmin edən vacib elementlərdir. Yuxunun sağlamlığı gələcək nəsillərin uğurlu və balanslı inkişafının təməlini təşkil edir. Əziz dinləyicilər, Dünya Yuxu Günü bizə göstərir ki, hər birimizin həyat keyfiyyəti, sağlamlığı və inkişafı üçün yuxu əsas şərtlərdən biridir. Yuxu yalnız sağlamlıq üçün deyil, həm də sosial və akademik uğurun təminatıdır. Bugün biz yuxunun əhəmiyyətini, onun fizioloji və psixoloji təsirlərini, həmçinin uşaqların və yeniyetmələrin inkişafında oynadığı rolu diqqətimizə çatdırdıq. Mən İlknur Ağazadə Gələcəyin İşığı FM radyosunun efirində sizə səmimi salamlarımı çatdırır, Dünya Yuxu Günü cəmiyyətimiz üçün əhəmiyyətini bir daha vurğulayır və hər birimizi sağlam yuxu vərdişlərini qorumağa, həyatımızda balansı təmin etməyə çağırıram. Gəlin yuxunu yalnız istirahət kimi deyil, həm də inkişaf və sağlamlığın əsas sütunu kimi dəyərləndirək.